وذكر فإن الذكرى تنفع المؤمنين. Ama mikrofon. O münkəri inkar etmək məsələsi var. Məsəl üçün girsən mağazinə, yaxın qonşu gəlir, məsəl üçün yaydır da, gəlir pivo alır. Ona məsəl üçün ondan çəkindirmək olar, demək olar ki, məsəl üçün bunu eləmək var, belə bir şey. Yəni münkəri inkar etmək o elə deməkdir, yəni mənası. Münkəri inkar etməyin Rasul qardaş soruşur ki, məsələn, marketə girdin, bir nəfər pivo alır, içki alır, spirtli içki alır. Neyniyim? Yəni, münkəri burada necə inkar edeyim? Sual belədir. Münkəri inkar etməyi Muhammed sallallahu aleyhi və səlləm izah edib bir hədisində bizə. Mərhələsi necədir? Hansı hallarda münkəri necə izah edirsən? Ən birincisi, münkər əllə inkar olunur. Əgər sən salahiyyət sahibisənsə o yerdə ki, münkər olunur. Ümumi cavab verəcəm, tətbiq edilməsidir. Əgər sən gördüyün münkərə müdaxilə əllə etməyə, mane olmağa salahiyyətin çatırsa həmən yerdə və əgər başqa fitnələr qopmayacaqsa və s. və sözün keçən bir yerdirsə, o zaman əlinlə mane olursan. Əlinlə mane olursan. Məsələn, insan övladı bir günah eləyəndə o əli ilə ona mane ola bilir. Evində də salahiyyət sahibidir. Sonra Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, فَاِلَّمْ يَسْتَتِعْ Əgər bir gücünüz çatmasa əllə mane olmağa, onda dillə. Təbilisə, onda dillə. Dilinlə inkar edirsən, dilinlə başa salırsan, moizə verirsən. İzah edirsən ona günahını, onun cəzasını, o münkər əməli. Əgər buna da gücün çatmasa, üçüncü və sonuncu mərhələ də qəlbdir. Qəlblə həmən münkəri inkar edirsən, qəlbində o münkəri inkar edirsən. Sonra hədisin sonunda Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, وَذَٰلِكَ أَضْعَفُ الْإِيمَانِ Bu da imanın ən aşağı mərhələsidir. Əlinlə mane ola bilmədin münkərə, dilinlə mane ola bilmədin, qəlbinlə inkar eləməlisən o münkəri. Əgər bu da olmazsa, çünki Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, ذَٰلِكَ أَضْعَفُ الْإِيمَانِ İmanın ən zəif təbəqəsi budur. Əgər bu da yoxdursa, buradan o tərəfə təbii ki, iman var, amma zəif imandır, naqis imandır. Bu cür. Baxmaq lazım. Səlahiyyət varsa əllə, yoxdursa dillə, ona da gücün çatmasa, qəlbinlə inkar edirsən. Allah bilir doğrusun. Mən sual vereyim. Şeylə bağlı. Elmi gizlətməklə bağlı. Bəzi qardaşlar var ki, məsələn, kitabı verməklə özü oxuyur, amma ötürməklə arası yoxdur. Bu da elmi gizlətmək sayılırmı? Allahu aləm. Çətindir buna demək ki, elmi gizlətmək sayılır. Sadəcə qardaşı nəsihət etmək lazımdır ki, əgər oxumursansa, boşdadsa o kitab, elhamdülillah, bölüşmək lazımdır. Qardaşlarıma da ver, oxusunlar, xeyrə çatsınlar. Nəsiyyətlə, məncə, yəni inanmıram ki, hansısa bir qardaşı gözəl şəkildə nəsiyyət olunsun ki, qardaş, o kitabdan ümmət də faydalansın, ver, biz də oxuyaq, qaytaraq. İnanmıram ki, hansısa qardaş buna atqaz edəsin. Hər halda nəsiyyət eləmək lazımdır. Nəsiyyət olunsa götürəcək. İlaçlar nə qədər dəvət edirlər, belə düşün. Onlar dəvət haqqı olunur. Yox, dəvət olunurlar, təbii ki. Dəvət olunurlar, sadəcə onlarla danışıq, biraz sərt olur. Cədilhum billəti hiyə əhsən. Onlarla gözəl şəkildə, yəni yumuşaq kəlmələrlə mübarizə apar. O inad göstərməyəni, təkəbbürlük göstərməyəni. Kimsə təkəbbürlük göstərirsə batil üzərində, inad göstərirsə onunla danışıq, sərt olur və o Allah subhanahu teala'nın əzab ayələri ilə nədir? Dəvət olunur. Qorxud olur. Bəli. Bizdə işləmən bir nəfər var. Elə bir ki, yox, ateistdir. Öz batil inancına cəmaatı dəvət edir və şübhə atır. Onunla da mübahisə deməzdim. Deyəndə elə bir ayələr gətirir ki, Quran-ı Kərimdən, Allah Subhanahu taala'nın ayələrini. Məsəl üçün, Allah Subhanahu taala ayə özü yadımdan çıxıb, hansı surədədir? Deyir ki, biz küləyi saxlayarıq, siz gəmiləri belə sahilə çıxardamayız. Bunu
indiki motorla gətirir və belələrlə necə Allahu aləm. Baxmaq lazımdır ayəyə. Birincisi ayənin ləfsi düzdürmü? Allahu aləm, ayəni bilmirəm. Baxmaq lazımdır ayənin ləfsi düz çatdırılırmı? Qardaşlar, suallar mən fikir verdim. Dərslər dinlənilir YouTube-da, sonra yazılır ki, sualları təkrar etməyimiz istənilir ki, suallar eşidilim. Suallara mikrofon verilir, eşidilməlidir inşallah ki. Ona görə təkrar eləmirəm, bəzi suallar uzun olur. Allahu aləm, ayəni bilmirəm, amma hər bir halda ayəyə baxmaq lazım. Birincisi doğru çatdırırmı və təfsirə baxmaq lazım. Allahu aləm. Məsələdə məlumatım yoxdur, bilmirəm. Allah razı olsun. bilir. Salam. Bu yay vaxtı və ya qış vaxtı evdə təharətlə hamam bir yerdə olanda çimilir də, yəni hamam su olur, nəm olmasın, kif olmasın deyə qapı açıq qalır. Evdə ibadət olunur, Quran oxunur, namaz qılınır. Bu qapının açıq qalmağı nə dərəcədə doğrudur? Olar yoxsa olmaz? Allahu aləm, bir şey yoxdur, problem yox. Allah razı olsun. Problem yox. Allah. Mənim bəzi qardaşlar da soruşur ki, bəzən valideynlərimizi dəvət edirik. Bəlli bir nöqtəyə gələndə həya və onların əzəməti bizim qarşımıza alır da, yəni utanırıq və yaxud da nəsə bir çəkinirik, hansısa bir məqamda. Yəni, burada dəvət necə olmalıdır? Valideynlərdə necə ümumi? Allah bilir, utanmaq belə yerdə lazım deyil da. Sən bilməlisən ki, sən valideyni bir nəyə çağırırsan. Çağırdığın şeyin insan əzəmətini bilməlidir. Yəni, sən əgər valideyni bir dəvət edirsənsə, dəvət etdiyin şey nədir? Ona hara çağırırsan? Bütün xeyirlərə, dünya və axirət xeyirlərinə, axirətdə əbədi cənnətə girməyə, əbədi səadətə çağırırsan sən. Burada utanma yeri deyil, utanma məqamı deyil. Sən utansan, şeytan utanmayacaq. O dəvət edəcək olar. Sən utanıb dayansan valideyni dəvət eləməkdən. Şeytan dəvət edəcək lazım olan zəlalətlərə. Ona görə dəvət eləmək lazım. Dəvətdə utanması nə var ki? Dəvətdə utanması heç bir şey yox. Dəvətdə utanması heç bir şey yox. Dəvətdə hamısı xeyirdir. Baş ucaldacaq şeylərdir. Orada utanılacaq heç bir şey yox. Səbr eləmək lazımdır. Valideyndir, əlhəmdülillah. Onun sənin üzərində haqqı sən ölənə kimi düşmür. Olan haqqı həmişə sənin üzərində. Hətta onlar ölsə belə yenə də haqları təsəvvürü sənin boynundan düşmür. Valideyn dünyasını dəyişibsə, onun ətrafındakı, onun dost tanışlarına, onun durub oturduqlarına hörmət etmək valideynin haqlarındandır məsələn. O ölsə belə sənin boynundan düşmür. Ta ki sən ölənə kimi olanın haqqı sənin boynundadır. Səbr eləmək lazımdır. Rasul Muhammed sallallahu aleyhi ve sellem necə səbr elədi qohumlarından, yaxınlarından gələn əziyyətlərə? Əmsi nələr edirdi ona? Hamısına səbr eləmədi. Biz də səbr eləməliyik, əlhəmdülillah. Valideyn də təbii ki, sən onun övladısan. Valideynə biraz ağır gəlir, övladı gəlib ona nəyisə öyrətmək istəyir. Təbii ki, ona ağır gəlir və normaldır və əlhəmdülillah, səbr eləmək lazım, dəvət eləmək lazım. Allahdan kömək istədə, duanın qəbul olunan vaxtlarında dua ilə valideynlərin üçün bu cür. Allah müvəffəq eləsin. Siz istəyirəm, əmin bir sualı var. Əmin olar sualını versiniz qarşısına. Bəli, siz mən verim. Bəli. Assalamu aleykum. Allah razı olsun sizdən. Allah elinizə bərəkət versin. Amin. O günlər toplumda bir yer var idi. Bir 10 nəfərə yaxın adam vardı. Bir qadın idi. O elmi dərəcəsi var, alimdir, dərs deyir. Türkiyədə orada burada indi müəyyən qədər özünə görə dünyavi elmi var. Və başladı danışmağa müəyyən şeylər, məsələlərdən və məsələ gəldi, düşdü. Yəni belə desək, dini məsələ, onun bildiyincə. Yəni mən ona təbii ki, biraz yaşca da məndən daha yəni yaşca böyüdü. Təbii ki, ona qulaq asdım, hörmət əlaməti olaraq. O istədi ki, yəni belə deyək də, əgər belə demək mümkünsə, naqislikmi və yaxud da çatışmazlıqmı və yaxud da qüsurlarmı bu cəhətdən demək. Məsələn, qadınlara güya ki azadlıq verilməyib və yaxud da güya ki Qurani-Kərim bu deyil. Onu da əsaslandırdı ki, Peyğəmbərimizin s.ə.v-in vaxtında kitab yazılmamışdı. Təbii ki, o zaman hifzlərdə idi də, yaddaşlardaydı. Müəyyən bir dövr sonra kitab halına düşdü. Yəni, müəyyən belə məsələləri təbii ki, digər də məsələlər var, hamısını demək istəmirəm. Amma yəni fikir verdim ki, ona qulaq asanlar oldu. Mən yəni ona bir qısa şəkildə cavab verməyə çalışdım da. O yenə də müəyyən qədər mənim sözümü kəsdi. Sadəcə indi demək istəyirdim ki, məsələn,
belə tipli insanlar var. Dünyavi elmi var, savadı var. Həqiqətən tarixdən də bilir müəyyən, amma dini bilikləri müəyyən bir tərəflidir və yaxud da düzgün məlumatlı deyil. Belə insanlara necə müamilə, necə cavab vermək olardı gözəl şəkildə? Allah razı olsun sizdən. Sual əslində bir dənə deyil. Bu sualın içərisində bir neçə dənə sual var əslində. Çünki o bir neçə fikir söyləyib, hərəsinin ayrıca bir cavabı var. Hər bir halda İslamda qadına dəyər verilmir. Elə qadının dəyərini ilk dəfə canlandıran və insanlara xatırladan da elə İslam olub. İslam gəlməmişdən əvvəl elə cahiliyyə dövründə qız uşaqlarını diri-diri bastırırdılar torpağa. Qoyub üstünə torpağa atırdılar. Heç bir qədir qiyməti, dəyəri yox idi. Kimlər ki var idi, qadınlardan yaşayırdı, onları uşaq vaxtı qoymayıblar torpağa. Onlar da xidmətçi idi evdə sadəcə. Sadəcə necə oldu istəyirsən? Necə oldu Xədicə radiyallahu anhə ilə Peyğəmbərin sallallahu evləndi və o necə sağ qalmışdı? Yəni dəyər verilirdi ki, Peyğəmbərin sallallahu. Xeyr, sadəcə yenə deyirik. O müəyyən səbəblərdən qadınlar da olmalıdır, var idi. Amma qız uşaqlarını çoxlu, təbii ki, bu məsələlər çoxluqla götürülür də. Yəni 90% onu eləyirsə, o deyilir. Yəni istisnalar deyilmir. Çoxluq belə eləyirdi. İslam gəldi, dəyər verdi qadına. Elhamdülillah. Və hətta Muhammed sallallahu aleyhi ve sellem'də nə qədər hədislər var qız övladının fəziləti haqqında. Kim 3 qız övladını yetişdirərsə, düzgün şəkildə tərbiyə edərsə, ona cənnət var. 2 sorusular deyir, ona da var. Hətta bir rəvayətdə gəlir, 1 sorusular deyir, ona da var. Bu da qızın fəzilətini göstərir. Fikir versəz, onlardan sorusun, qadına hörmət yoxdur. İndi elhamdülillah, qardaşlar evlənəndə qadının hətta familiyasını dəyişmirlər ki, ona hörmətdəndir. Qoy öz familiyasında qalsın. Öz soyunun, öz nəslinin familiyasını qoy daşsın. Bu da qadına dəyərdir. Amma cahillərdə elə deyil. Evlənəndə qadın keçir kişinin familiyasını. Hətta öz familiyasını belə, öz soyunun adını belə daşımaya icazə vermirlər ona. Əgər haqdan danışırıqsa, ən böyük haqsızlığı budur ki, hər bir halda belə insanlarla rastlaşanda fikir vermək lazım deyil də. Deyin, haqqı bildiyiniz qədər deyin və ötün keçin. Kim qəbul edərsə qəbul edər, eləməzsə də Allah subhanahu istəməyib onun üçün hidayəti. Belə, Allah bilir doğrusu. Miras haqqında İslam verir. Necə? Miras haqqında. Təbii ki, təbii ki. Buyur, Rəxəm, buyur. Çox sağ olun müəllim. Müəllim, ticarət barədə sualım olacaq. Biraz qəliz sualdır. Biz deməli maşın satırıq da, özümüz. Yəni bir dənə maşın satırıq da, yəni belə alvəçi deyilik. Burada məsələ nədir də? Bizdə olarkən maşın, yəni motoru, mühərriyi pis gündə idi. Zaten biz elə gözləyirik ki, stok olsun, sonra dəyişək. Nəsə dəyişdik, ikinci el motoru qoyduq. Usta da səhv salmıramsa, mən sadəcə iştirak etməmişəm də orada. Deyəsən hətta köhnə əsl, yəni mühərriyin nömrəsini belə qoydu üstünə. İndi biz satmaq istəyirik də sadəcə bu maşını. Bəli. İndi əgər məndən soruşmasalar bu mühərriyi haqqında, mən nəsə bildirməliyim yoxsa bildirməməliyim? Niyə? Buyur. Bəli. Çünki görürsən, deyirsən ki, məsələn, mühərrik dəyişildi. Mən soruşublar, mən demişəm bunu. Sadəcə görürəm ki, bir çox insan yəni deyir ki, yox, lazım deyil, belə ki. Amma belə maşın normal maşındır, yəni belə. Hər bir halda demək lazımdır. Demək lazım. Çünki sən ora orijinalın nömrəsini yazmısan, əslin nə idi? Onu yazmısan, indi sual verən qardaşa demirəm. Ümumən, yəni satıcı kimdirsə, onu yazıb, ola bilsin ki, alıcı başı çıxandır, gəlir nömrəyə baxır, heç nə soruşmaya ehtiyac duymur. Yəni sən zahirdə göstərdiyin üçün o cür alır. Hər bir halda malın bir eybi olanda onu demək lazım. O da bir eyibdir da. Orijinalın göstəricisi var, amma orijinal deyil orada. Hər halda demək lazım, Allah bilir. Hilə baxımlandı da. Allah bilir. Yalana girir da. Yalana. Allah bilir. Bəli. Kifayətlənəyim inşallah. Barakallahu fikum. Allah sizə bərəkət versin. Əmin əsməyin.